2026-cı il təkcə dəyişiklik ili deyil, həm də bir çox güc üçün möcüzələrin başlanğıcı olacaq. Bəziləri illərlə gözlədiyi xoşbəxtliyi tapacaq, bəziləri isə taleyin onlara hazırladığı yeni başlanğıcla qarşılaşacaq. Gəlin baxaq, 2026-da arzuları gerçəkləşəcək güclər hansılardır? Oç bürcü 2026-cı il sənin üçün səbrin mükafatı ilidir. Uzun zamandır içində saxladığın arzular istər sevgi, istər karyerə bir həyata keçəcək. Sadəcə qorxularını burax və addım at. Boğa bürcü, sən uzun müddət sabitlik arzuladın. 2026-da həyat səni tam da rahatlıq tapacağın yerə aparacaq. Sevdiyin insanla münasibət dərinləşəcək, maliyyə sahəsində də yüksəliş səni gözləyir. Əkizlər bürcü, yeni başlanğıclar ilə əgər uzun müddət hansısa qərarı verə bilmədinsə, 2026-cı ildə doğru istiqamət artıq aydın olacaq. Uğurlara ardıcıl gələcək. Xərçəng bürcü, arzuların reallaşması üçün əvvəlcə özünə inanmalısan. 2026-da ailə, sevgi və evlilik mövzularında səni xoş xəbərlər gözləyir. Ən emosional arzun reallığa çevrilə bilər. Çir bürcü, səhnə sənin üçündür. Uğur, diqqət və təqdir hamısı sənin olacaq. Əgər illərlə mübarizə aparmısansa, 2026-da nəticəsini görəcəksən. Qız bürcü, planların bir həyata keçəcək. 2026 səni həm peşəkar, həm şəxsi həyatda sabitlik gətirəcək. Arzular reallığa çevriləcək, amma sən tək bir şeyi unutmamalısan, səbr etməyin. Tərəzi bürcü, sənin arzun sevgi və harmoniyadır, elə deyilmi? 2026-da bu balansı tapırsa, yeni bir münasibət və ya var olan sevgidə dərin dəyişikliklər səni gözləyir. Əqrəb bürcü, sənə 2026 bir dönüş nöqtəsi gətirəcək. Uzun müddətdir gözlədiyin o xəbər, o insan və ya o imkan həyatına daxil olacaq. Oxatan bürcü, səyahət, təhsil, karyeri, hər şey səni daha geniş dünyaya aparacaq. 2026 arzularının gerçəkləşməsi üçün ideal ildir. Sadəcə düşünmək yox, hərəkət edin. Oğlaq bürcü, əmək və səbir sənin silahındır. 2026-da illərlə çalışdığın işin bəhrəsini görəcəksən. Həyat sənə nəhayət dizdiləcək. Dolça bürcü, qeyri-adi hadisələr səni gözləyir. Arzuların bəzən real görünməsə də 2026-da sən onları bir yaşayacaqsan. Yalnız inamını itirmə. Balıqlar bürcü, ruhani dəyişiklik ili 2026-da içindəki arzular, sevgi, sakitlik, hüzur nəhayət öz yerini tapacaq. Sanki kainat səni hazırsan deyəcək. Unutma, bəzən bir arzunun gerçək olması üçün sadəcə inanmaq kifayətdir. 2026 sənin ilin ola bilər. Gücünə uyğun daha çox proqnoz istəyirsənsə abunə ol və növbəti videoda görüşək.